Görün necə don geyindirir. Deyir, yox deyir, siz baxsanız deyir, mən orada demişəm ki, fikir verin, mən orada demişəm ki, cümə namazına getmək lazımdır. Cümə namazına getmək lazımdır. Təkrarlayır. Sən demə, əziz qardaşlar, bu günə qədər İslamın 6-cı hökmü var imiş, lazımdır hökmü. Bizim bundan xəbərimiz yox imiş. Biz elə bilirik ki, İslamın 5 hökmü var. Vacib, haram, məkruh, müstəhəb, mübah. 5 hökmü var. Bütün əməllər hamısı 5-inin ətrafında dövr edir. Sən demə 6-cı da var, lazımdır. Bizim bundan xəbərimiz olmuyor. Şeyx Hafizəhullah təzə çıxardıb, kəşf eləyib özündən. Don geyindirir, nəsə geyindirməli də qəbul etmirsənsə, səhvivi. Nəsə bir şey deməlisən cəmaata. Cəmaat da deyib baxır belə, subhanallah. Biri demir ki, yanındakılar demir ki, lazımdır nədir? Nə lazımdır? Belə şey var, lazımdır. Bir də cümə qüsulundan sonra dəstəmaz almaq olar. Lazımdır əslində. Cümə qüsulundan sonra dəstəmaz almaq lazımdır, mütləq. Cümə qüsulundan sonra dəstəmaz almaq lazımdır, mütləq. Yəni oyananda əgər paltarında su görsən, mənini görsən, bu zaman artıq oyananda qüsul almaq lazımdır. Qüsul almaq lazımdır. Boynunda qüsul var idi, getdin aldın. Keçərli qüsul, bəs edən. 2 şey lazımdır. Nədir? Bir niyyət, bütün bədənə suyun çatması. Deməli, sən çiməndə qüsul ala bilirsən yoxsa yox? Nə lazımdır? Niyyət. Yalan danışmayan bir hizbi, sələfi olmayan başka bir əqidəyə nisbət olunan birini tanımıram. Bütün hizbilər yalancıdır. Bütün hizbilər sələfdən başqa bir əqidəyə, bir mənhəcə nisbət olunanlar yalan danışanlardır.